Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Sertifikasiyadan keçən hər kəsi təbrik edirəm. Bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram. Müəllimlərin işə qəbul imtahanında iştirak edəcək bütün namizədlərə bol-bol şanslar arzulayıram. İnşallah hər kəs çəkdiyi əziyyətin qarşılığını yetərincə Allahdan gözəl şəkildə almış olar. Hər kəs imtahanda inşallah layiq olduğunca əziyyətin qarşılığını almış olar. Bu arada deyəsən Nazirlik həqiqətən müəllimlərin işə qəbul prosesini ümumiyyətlə yaddan çıxardıb. Biz bilirik ki, iyul ayının ilk həftəsi artıq MİQ həftəsi olur və bizim bu ayımız yekunlaşır. Bir günümüz qalıb. Hələ müəllimlər üçün təsdiq, yəni heç bir müəllim ərizəsinin təsdiq olub olmadığını bilmir. Ödənişli əsasla olacaq bu il və onu da biz necə olacaqsa ödəniş onu da bilmirik. Ümumiyyətlə heç nə bilmirik. İnşallah ki, ümid eləyək bu gün axşam və yaxud da sabah səhər, sabahdan gec olmayaraq ərizələr təsdiq olunar və imtahan vaxtları da açıqlanmış olar. Hər kəsə uğurlar. İnşallah yaxşı olar. Deməli, bu mən qrupda paylaşdığım testi, onun izahını gəlin bir yerdə edək. Deməli, birinci sual, burada ümumiyyətlə leksik bazanı ölçən suallar çoxdur. Məsələn, 4, 1, aşağıda 2, 3 də eyni idiom falan. Çünki imtahanda bizə çoxlu leksik bazanı ölçən suallar verilir. Deməli, birinci sualda bizdən situasiyadır da, baxın, burada best complete. Yəni, ola bilər ki, siz oxşar bir variantda görə bilərsiniz, amma ən düzgün olanı göstərmək lazımdır. Deməli, blood plasma is a clear, almost colorless liquid. Deyir ki, qan plazması şəffaf, demək olar ki, rəngsiz bir mayedir. It consists of blood from which the red and white blood cells have been removed. O, qırmızı və ağ qan hüceyrələri çıxarılmış qandan ibarətdir. Yəni, o, plazmanı nəzərdə tutur, qırmızı və ağ qan hüceyrələrinin çıxarılmış bir qandan ibarətdir. İndi biz bunu ola bilər ki, başqa bir sahə olar. Məsələn, bu bizim sahəyə aid olan bir şey deyil. Amma yenə də oxuyub anlamağa çalışmaq lazımdır. Qaldıq burada. It differs in several important ways from whole blood. Deyir ki, plazma qandan bir neçə mühüm cəhətinə görə fərqlənir. At the very beginning, plasma can be mixed for all donors and doesn't have to be from the right blood group as whole blood does. İlk növbədə plazma bütün donorlar üçün qarışdırıla bilər və tam qanda olduğu kimi düzgün qan qrupundan olmasına da ehtiyac yoxdur. Blood cells have been taken out of blood plasma. Qan hüceyrələri qan plazmasından çıxarılmışdır. Qan hüceyrələri qan plazmasından çıxarılmışdır. Yox, belə bu o deyil. Most patients, o da təbii ki, cavab olmayacaq. Are transfused with blood plasma. Xəstələrin əksəriyyətinə qan plazması köçürülür. Orada xəstədən ümumiyyətlə söhbət getmir. So, bu da cavab olmayacaq. Deməli, there are huge differences between plasma and whole blood. Beləliklə, plazma ilə tam qan arasında böyük fərqlər var. Apart from that, whole blood can't be dried and stored while the other can. Bundan əlavə tam qan qurudulub saxlanıla bilmir. Halbuki plazma saxlanıla bilər. Bu cavabdır. Düzgün cavab elə budur. İ variantı. Bura qədər heç bir yaxın uzaq hala deyildi. Plasma portion of the blood is generally more important to the patient than other parts of whole blood. Qan plazma hissəsi xəstə üçün digər hissələrindən daha vacibdir. Yəni, qanın plazma hissəsi xəstə üçün vacib. Burada ümumiyyətlə bizə xəstədən falan danışmırdı ki, cavab D variantıdır burada. Keçək növbəti testimizə. Deməli, növbəti testimiz sinif sözlərindəndir. Deməli, o gün sertifikasiyadan düşən bu. Mən bu testi çoxdan hazırlamışam. Yəni, hər sinif sözünə birini götürmüşəm də. Sinif sözləridir. Sertifikasiyada düşmüşdü bu sözlər. Deməli, bəzi müəllimlər sözlərin çətin olduğunu deyirdilər.
Deməli, uyğunlaşdırmalıyıq. Profound, dərin, çox güclü, hiss mənasında. Exposure, məruz qoymaq, futuristik, gələcəyə aid olan, spiritual, hal, ə, mənəvi belə hal, ruhani də demək olar. Burada elə bilirəm, səhv etmirəmsə 1A, 2B, 3C, 4D şəklində qoymuşam, amma yenə yoxlamaq lazımdır. Felt or experienced very strongly or in an extreme way. Elə birincisi olacaq A variantı, çox güclü hiss edilən və ya yaşanan hansısa bir hal. The condition of being in a place where something harmful can affect you. Zərərli bir şeyin təsirinə məruz qalma bir vəziyyətidir. B variantı düzgün gəlir içiyə. Strange and very modern or intended or seeming to come from some imagined time in the future. Çox müasir və ya gələcəkdən gəlmiş kimi görünən, bu da elə 3S variantıdır. Relating to deep feelings and beliefs, special religious beliefs. Bu da dərin hisslər və ya inanclarla bağlı bir və yaxud da xüsusilə dini inanclara bağlı olan, dedik, ruhani. Cavab olacaq deməli hansı variant? 1A, 2B, 3C, 4D, yəni ki, B variantı düzgün cavabdır. Üçüncü testimizə gəldik. Üçüncü testimiz bir idiomdur. Deyir, I was in a cafe in Italy and amazingly I saw Paul from down the road in there. Deməli, mən İtaliyada bir kafedə idim və bu təəccüblüdür ki, bizim küçədə yaşayan Paulu da orada gördüm. Bu hardasa bəlkə də cavab burada bu variantdır. Bəlkə də bizim dediyimiz dağ-dağa rast gəlməsə də insan insana rast gələr, amma belə də tərcüməsi də çətin deyil. Dünya balacadır. Yəni hara getsən bəzən tanıdığın kimisə görə bilirsən. Yəni cavab I variantıdır. A variantında east or west, home is the best. Gəzməyə qərb ölçü, ölməyə vətən yaxşıdır. Bu deyil cavab. Over the moon hədsiz xoşbəxt deməkdir. Once in a blue moon arada bir, arada sırada. Actions speak louder than words. Bunlar dərslikdə var. Deməli, əməllər sözlərdən daha təsirlidir. Yəni adamın əməlində görsən də, dilində yox, danışığında yox. Dünya balacadır da zaten düzgün cavabımızdır. Gəldik yenə bir leksik testə. Restatement ola bilər ki, bunu paraphrase adı altında da görəsiz və yaxud da ola bilər ki, cümlədə yazar ki, verilmiş cümləyə ən yaxın olan variantı seçin. Yəni cümlənin belə deyək, leksik mənası saxlanılmağı ilə başqa bir qrammatik strukturda bizdən tələb olunmazdır. Deməli, oxuyaq görək bu nə deyir. Bu testdə məsələn qrammatika rol oynaya bilir. Hardly had the government implemented. Siz burada bir inversion görürsünüz. Yəni bu cümlə belə olubdu da. The government had hardly implemented olub, sadəcə hardly önə keçib deyə past perfect'in had hissəsi də keçib bu, yəni mübtədanın önünə. Yəni onları da nəzərə almaq lazımdır ki, bizə yanlışlıq yaratmasın. Yəni fikrimizi aydın ifadə edə bilək. Hardly had the government implemented the new economic policy when inflation rates began to drop unexpectedly fast. Hökumət yeni iqtisadi siyasəti tətbiq edən kimi, implementi tətbiq etmək, tətbiq edən kimi inflasiya gözlənilmədən sürətlə azalmağa başladı. Deməli, biz buradan başa düşdük ki, hökumət yeni bir iqtisadi siyasət həyata keçirdi və keçirdən kimi də inflasiya çox sürətlə azalmağa başlayıb. Aha, baxaq. Deməli, A variantda the government implemented the new economic policy. Bu variant qəti şəkildə düzgün cavab ola bilməz. Dedim axı sizə bu testdə, burada məsələn, bu testi deyirəm, baxın. Bu testdə bizə qrammatika lazım deyil. Amma bu testdə qrammatika lazımdır. Sizə verilən cümlədə görürsünüz ki, sizdən səbəb budaq cümləsi yəni vermişdirsə, təbii ki, xeyr. Amma bu cümləyə bir dənə diqqət edin. Burada bir səbəb verir. Deyir, hökumət yeni bir qanun qəbul elədi, yəni iqtisadi bir qanun, siyasət qəbul elədi, tətbiq elədi. Çünki onlar başa düşmüşdülər də, bu belə deyil. Yəni onlar
başa düşdükləri üçün qanunu qəbul eləməyiblər. O səbəbdən bu düzgün cavab ola bilməz. Bu səbəb budaq cümləsi, bizə verilənsə zaman budaq cümləsi. Yəni biz onu zaman budaq cümləsi şəklində tapmalıyıq. A variantı qəti şəkildə cavab deyil. No sooner bu cavab olma ehtimalı belə oxumamış, yəni hələ oxuyub anlamamış qrammatika deyir ki, mən cavab ola bilərəm. Məndə diqqətli olun. Baxın, bir hissəsi də burdadır. Yəni harda, when, no sooner, then hardasa eyni mənadır. Hardasa deyəndə 99% eyni şeydir. No sooner had the new economic policy bu had hissəsi də öndədir də been put into effect, then there was an unanticipatedly rapid decline in inflation. Bu düzgün cavabdır. Burada deyir yeni iqtisadi siyasət tətbiq edilən kimi inflasiyada gözlənilməz dərəcədə sürətli azalma baş verdi. Bu o cümlənin birə-bir eynisidir. Bunu düzgün cavab kimi 100% götürə bilərik. Bu cümləni də düzgün götürmə ehtimalı 0%dir. Deyir, as inflation rates were dropping unexpectedly fast, inflasiya sürətlə azaldığı üçün sizə bir səbəb deməmişdi. Yəni güya ki, inflasiya azalıb deyə hökumət yeni bir iqtisadi qanun qəbul edib. Yox, deyil bu da cavab. Yəni A niyə deyilsə, C variantı da eyni səbəbdən deyil. After bu da olmayacaq. After, before veribsə, çünki bizə verilən cümlədə deyirəm ki, Əli gələn kimi Vəli dərsə başladı. Müəllim sinifə girən kimi uşaqlar ayağa durdu. Bu cümlənin afterdan ekvivalent olma ehtimalı 0% və yaxud da ki before-dan və yaxud da ki as, because, since-lə, yəni burada bağlayıcı sözündə isə verilən bağlayıcı iki hissədən olan bağlayıcı deyək də buna. Onlar ekvivalenti no sooner than-dir. Bəzən no sooner when şəklində də görə bilərsiniz. Baxın, deyir yeni iqtisadi qanun həyata keçirildikdən sonra, yox təbii ki, burada deməli baxaq hansı. Burada da baxın, yenə baxmamışdım amma mən ümumiyyətlə bu testi ilk dəfə burada yəni yazıram. Gördünüz, bunu görməmişdən variant dedim. Sizə verilən cümlənin baxın görün, düzdür, zaman budaq cümləsidir. D də zamandır, E də zamandır. Amma bu demək deyil ki, bu hər zaman budaq cümləsi ilə eyni situasiyanı bizə verir. Bu I variantında oxumağımıza ehtiyac yoxdur düşünürəm və cavab 100% şəkildə olacaqdır B variantı. Belə, bu testdən də ötüb keçdik. Növbəti testimiz, baxaq bizə nədir? Aha, növbəti testimiz bir qrammatik testi. Bizdən tələb olunan yəli çalın hansı variantda yanlış olduğudur. Oil is Azərbaycan's biggest export. Baxın, hansısa bir məhsulun hansısa ölkəyə məxsusluğunu deyirsinizsə, bunun ofuna yəlic vermək olur. Apostrofesindən vermək lazımdır. Məsələn, neft Azərbaycanın ən böyük ixracıdır. Bu elə yəli apostrofesində olmalı idi, olubdu da düzgündür. She was at the desk door and left her inheritance to his brother. Burada bir səhvlik var. Her olması lazımdır. Bir dəqiqə. Aha. Deməli, o ölüm ayağında idi və bütün mirasını qardaşına buraxdı. Baxın, burada bu bir ifadədir. Siz onu ofla verə bilmərsiniz. Ölümün döşəyində, ölüm ayağında indi necə səsləndirsənsə, B də düzdür. I'm getting the Thanksgiving shopping at Marks. Baxın, bu yəni biz bilirik ki, əgər bizə bir isim məlumdursa, söhbət məsələn yer bildirənlərdən tutaq ki, gül satan deyib, the florist deyib, daha yanına shop yazmaq ehtiyac yoxdur. Markus deyib, bilirsiniz ki, söhbət mağazadan gedir, mağaza sözünü oraya yazmağınıza ehtiyac yoxdur. Və yaxud da deyirsiniz, Leylagildə, Leylas home demək ehtiyac yoxdur və s. Yəni, bunlar təbii ki, çox çətin situasiya deyirlər zaten. Bu düzgün cavabdır. Yəni, burada düşünün ki, shop sözü var. Daisy and Leyla's sister. Bunu bilərəkdən yazmışam mən. Baxın, biz bu başqa bir şəxs, bu da başqa bir şəxsdir. Normalda hər nə qədər bəzi müəllimlər qəbul etməsə də ki, ingilislər bunu bu şəkildə nəzərdə tutmur. Amma bizim dünya müəllimə 2024-cü ildə MİQ imtahanında
yadınızda olar yəqin ki, bu situasiyanı düzgün götürürlər. Yəni Daisy başqa bir adamdır, Leylanın bacısı da başqa bir adamdır. Ortada 2 nəfərdən söhbət gedir. Yəni Daisy mən, Leylanın bacısı da tutaq ki, Aysel. Yəni mən və Aysel 2 nəfər ə, deyir ki, Təhsil Nazirliyində, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində işləyirlər. Söhbət burada 2 nəfərdən gedir. Xəbərin də tək olmasında heç bir problem yoxdur. Yəni bunun bu şəkildə düzgün olmasını elə bizim Elm və Təhsil Nazirliyimiz MİQ imtahanında təsdiqlədi. O səbəbdən bu D variantında heç bir problem yoxdur. Gəldik İ variantına. İ variantında məsələ orasındadır ki, əgər bir ismi yiyəlik halını, əgər bir ismi ümumiyyətlə fail və yaxud da relative clause təyin edirsə, bu deməkdir ki, siz onu yiyəliyinə apostrof S-nə yaza bilmərsiniz. Burada I variantı yanlış cavabdır. İndi mən deyəndə ki, bir feil ismi təyin edir, siz düşündünüz ki, bəlkə feil ismi təyin eləmək, bəli, bir feil ismi təsviflənməyən formaya düşüb təyin edə bilər. Yəni, participle one sifət rolunda olar, sonra participle to təyin eləyər. Burada deyir, ön cərgədə dayanan qadın. Buradakı participle one bu ismi təyin edib. Demək ki, siz bunu apostrof S-nə yiyəli sala bilməzsiniz. O səbəbdən I variantı yanlış cavabdır. Gəldik 6-cı testə. 6-cı testdə də təyin edicinin, yəni bu gördüklərimiz hər dəfə imtahana düşəndir də, leksiklər də, qrammatiklər də. İndi hər halda necə düşürsə imtahana, o şəkildə baxıb yazırıq. Mən yox, ümumiyyətlə testi yazanlar hamısı. 6-cı testimizdə bu determinənin yanlış olduğu variant. Əvvəlcə baxaq görək determinələr bizə harda verilib ki, baxın, half of the normal playing time bir half determinədir. All of, bu elə yanlış variantdır. Sonra yaxşı baxaq. Halfdır, boşdur, oldu. Bu 3 dənəsi biz bilirik ki, bunlar ismə təyin edici ilə də birbaşa birləşə bilər. Yəni siz yaza bilərsiniz ki, tutaq ki, half the teachers, all the teachers, both the teachers, məsəl üçün dedim, ola bilər ki, half my teachers, my students, eyni ilə də digərlərini. Amma of yazdısa ora, təyin edicisini qoymaq mütləqdir. Yəni half of the, my, nəsə bir şey yazmaq lazımdır. Eyni ilə də both da bura aiddir, all da bura aiddir. Baxın burada all of, burada bir demi, sonra ola bilər hər hansı bir yeri çalmı, possessive determinant, yəni illa da bir şey yazmaq məcburiyyətindəsiz. Çünki əgər bir ifadənin tərkibində of yoxdursa və siz sonradan ona of qoşursunuzsa, bu dediyim daha da aydınlaşdıraq. Məsələn, a number of tərkibində of var. The number of, a lot of, a little, a lot of. Bunlar hamısı oflandır. Təyin ediciyə ehtiyac yoxdur və birbaşa ismə birləşdirə bilirsiniz. Yəni, a lot of teachers problem deyil. Amma of yoxdursa tərkibində, sonradan of alırsa, məsələn, all oflu ifadə deyil. O səbəbdən siz təyin edici yazmaq məcburiyyətindəydiniz. Ona görə B variantı səhvdir. What few visitors, few özündən sonra cəmsim gətirər, problem deyil, gəlibdir. The beach is less than a mile. A mile. Baxın, less, little, little-ın müqayisə dərəcəsidir. Fewer də few-nun müqayisə dərəcəsidir. Bu deməkdir ki, əslində little adi halda nəyi tələb edirsə ki, sayılmayan isim, müqayisədə də elədir. Few da necə cəm isim istəyirsə, müqayisədə də elədir. Amma ölçü vahidlərindən söhbət gedirsə, bir rəqəmdən söhbət gedirsə, o zaman siz few-dan yox, hətta burada cəm isim olsa belə, siz little-ın less-indən istifadə edəcəksiniz. D variantda düzdür. Ever so often bir ifadədir. Belə problem də deyil. I like to invite my entire family. Entire'ın istifadəsi whole-la eynidir. Yəni o necə işlənirsə, bu da elə işlənir. Yəni mənim bütün ailəm problem deyil, düzdür. Ki başqa da zaten yoxdur. Cavab burada B variantıdır. B variantı doğrudan da yanlışdır. Növbəti testimiz olacaq, deməli, 7-ci test. Belə testlər də bizdə verilir. Əslində, belə testlərdə biz çox şey axtarmalıyıq. Yəni, bütün qrammatik struktur içində olma ehtimalı çoxdur. İçində bütün qrammatikadan biz görə bilərik. İndi baxaq görək bu testin içində yanlış variant nədədir? What the newly appointed committee needs?
Məsələn, bura gələndə komitə kollektivnandır, xəbərini təkdə də ala bilər, cəmdə də ala bilər. Needs to focus on is bu deyək ki, agreement qaydası idi. Yəni bizə deyir ki, yeni təyin olunmuş komitənin diqqət yetirməli olduğu əsas məqam ictimai itimatı bərpa etməkdir. Yəni burada is obşi cümlənin xəbəridir. Biz də bilirik ki, bir cümlənin subjekti cümlə ilə ifadə olunursa, yəni subject clause-da bu subject clause-dur. Nədir? İctimai etimadı bərpa etməkdir. Baxın, bu hissə ismi xəbərdir. Bu xəbər hissəsində mübtədası, obşi bu gördüyümüz olur mübtəda. Yəni bunun da adı olur elə subject clause. Yəni clause-la ifadə olunursa bir cümlənin subjekti, xəbər təkdə olacaq. Təkdədir də və problem də deyil. Burada heç nə yoxdur. Biz agreement qaydasını gördük. Bu variant düzdür. B variantına gələndə burada böyük ehtimal inversiya qaydası özünü büruzə verir. Yəqin ki, söhbət də ondan gedir. Seldom önə keçibsə inversiya almalıdır. Have, we, witness. Bura qədər də heç bir problem yoxdur. Such outstanding yoxdur ümumiyyətlə burada sertifikasiya imtahanlarında. Bu B variantında inversiya qaydası da heç nə də yoxdur. Belə tərcüməyə ehtiyac yoxdur, amma deyir, sertifikasiya imtahanlarında belə möhtəşəm pedaqoji performansı çox nadir hallarda görmüşük. Yəni heç bir problemimiz olmadığı üçün bu variant da düzgün cavabdır. It's crucial that bura baxanda mən görürəm ki, burada bizdən subjunctive mood qaydasını istəyir. Çünki crucial bəzi sifətlər, bəzi isimlər və bəzi feillər özlərindən sonra gələn feili şəxsə və cəmiyyətə görə qətiyyən dəyişdirmir. Baxın, crucial-a görə be fully prepared for the upcoming interview phase. Burada deyir ki, deməli, hər bir namizədin qarşıdakı müsahibəyə tam hazır olması vacibdir. Burada da heç bir problem yoxdur. Yəni düzdür bu da. Gələk görək, harada nə var. Having completed the rigorous training program, the teachers felt much more confident. Mən burada da heç nə görmədim. Prosta burada bir redaction qaydası var. Bir proqramı yəni çətin təlim proqramını başa vurduqdan sonra müəllimlər özlərini daha inamlı hiss edirlər. Söhbət burada bundan gedir. Mübtəda burada da olub. Bunu bütünləşdirə də bilərik sizin üçün. Burada bir redaction qaydası var. Deməli, olacaq bütöv bir halı, yəni çətin proqramı başa vurduqdan sonra after the teachers, indi the teachers yazılıb, bir də bunu təkrar etməyək, they yazaq əvəzində. After they had completed olub, after gedib, they də gedib, yerdə qalıb had completed hissəsi past perfect və siz də bunu bilirsiniz ki, yəni imtahana gedirsiniz, artıq redaction qaydasını böyük ehtimal öyrənmisiniz. Bu deməkdir ki, orada məlum növ var və məlum növdə biz ing-dən qısaldırıq, yəni participle one. Bu da düzgün cavabdır. A total number of students does doubled in the last 6 years. Belə baxanda burada yox. Belə baxanda burada bir agreement səhvi var. Baxın, a number of-un xəbəri biz bilirik ki, deməli, xəbəri təkdə cəmdə olur. Burada agreement yanlış işlənibdir xəbər hissəsində. Baxın, bu hissədə yanlışlıq var. Amma bir məsələ də var ki, burada ümumiyyətlə bizə a number of lazım deyildi. Yəni burada əslində səhv agreement-də yox, artikeldadır. Ola bilər siz buna böyük ehtimal yanaşarsınız. A number of cəm xəbər olmalı idi. Tamam da problem deyil. Düzgün yanaşmasaz belə, yenə də testin cavabını düzgün qrammatik cəhətdən olan düz taparsınız. Sadəcə olaraq bu leksik cəhətdən a number of bir sıra deməkdir. Amma the number of bir şeyin sayı qədər deməkdir. Siz deyirsiniz ki, bir sıra tələbələr son 6 ildə 2 qat artıb. Yox, tələbələrin sayı son 6 ildə 2 dəfə artıbdır. Yəni burada əslində agreement-də yox, the number of students has olmalı idi. Agreement-də düz olurdu və beləliklə düzgün cavab 7-də I variantı olacaq. 8-ci test. Deməli, 8-də artikelin harda yanlış istifadə olunduğunu bizdən soruşur.
D artiklının. My name is Emma Watson. What? Not the Emma Watson. Bunu advanced qrupda izah eləmişdim. Biz ümumiyyətlə artikl deyəndə abituriyent səviyyəsində insan adları ilə sadəcə soyad olarsa, bütöv nəsli ifadə eləyərsə, isim cəmləşdirmək şərti ilə D artiklından istifadə edirik. Amma təbii ki, isimlər, yəni insan adları artikllarından istifadə oluna bilər. Məsələn, burada bir məşhur adamdan söhbət gedirsə və siz o məşhur adamın orada olması sizə qəribə səslənirsə, siz orada D artiklı işlətməlisiniz. Məsəl üçün, mən indi desəm ki, burada tutalım ki, bizi dinləyir, tutaq ki, Təhsil Naziri də bizi dinləyir. Siz qayıdıb qəribəvizə gələr axı. Nə? Yəni bildiyimiz nazir yox da, yəqin ki, elə bir situasiya ilə bizə qəribəvizə gələr. Baxın, o situasiyada D artiklı işlənir və işlənməlidir də. Yəni A variantında heç bir problem yoxdur, düzdür. B variantında he has worked in the radio. Burada problem var. Baxın, siz bir şeyi dinlədiyiniz halda radio D artiklını işlədərsiniz. Məsələn, deyirsiniz ki, mən radioda xəbərləri dinləyirəm, problem deyil. Amma siz bir iş yerindən danışırsınızsa, o zaman işlədə bilmərsiniz. Televiziya ilə artikl olaraq işlənir ki, turn off the television, məsələn, turn on the television. Ya yandırıb söndürəndə işlədirsiniz. Radioda dinləyəndə eşidirsiniz. Amma söhbət iş yerinə gedirsə, bir məkan var. Orada qətiyyən artikl istifadə etmək olmaz. O səbəbdən bu variant yanlışdır. Yəni cavab B variantıdır. Digərində Tim sat down on the chair. Burada elə qeyri-adi bir qayda yoxdur, bildiyimiz. Yəni qapının yanındakı stulda I don't like going to the dentist. Baxın, diş həkiminə deyir, getməyi xoşlamıram. Belə deyək də, ümumiyyətlə bəzi şeylər var ki, biz spesifikdir o bizə görə. Şəxsimizə görə spesifikdir. Necə? Mən diş həkiminə gedirəm. Mən bütün dünyanın diş həkimlərinə getmirəm. İlla da ağlımda ona gedirəm. Yəni D artiklı işləməlidir. Burada isə E variantında mən deyir ingiliscəni yaxşı başa düşürəm, lakin bəzən deyir çətinliyim olur ki, gənc uşaqlar tərəfindən danışılan dili. Hansı dili? Burada görürsüz yanında language sözü yoxdur, amma illa da bir ismi biz spesifikləşdiririksə, bizə müəyyəndirsə, onu D artiklından işlədirik. Burada da D artiklından işləməsində heç bir problem yoxdur. Yəni burada I variantı düzgün cavab, yəni səhv işlənən B variantı idi. Testin cavabı da B variantı idi. Sonra 9-cu testdə bizdən tələb olunan numeralın harda səhv olduğudur. Bunu böyük ehtimalla heç kim səhv yazmaz. Çünki burada for sözünü səhv yazmışam. Ki cavab A variantıdır. For 4 sözü yazılır, amma 40 sözü orada yoxdur. Və bu səbəbdən də 8-ci sualda elə yanlış olan variant, 9-cu sualda üzr istəyirəm, 9-cu sualda yanlış olan variant elə A variantıdır. A variantı. B variantında books and educational materials need to be provided for thousands of. Baxın, thousands of və cəmsim, yəni minlərlə tələbə. Bu düzgündür. Yəni qeyri-müəyyən miqdar saydı. Due to the viral video. Baxaq bunun harasındadır rəqəm. Aha, in the thousands. Bu belə hundreds şəklində də olar. Ən çox thousand olur. Çox deməkdir də, yəni bunun artiklsız versiyası yoxdur. In thousands deyəsiz, yox. Elə bu şəkildə olur. Yəni mənanı qüvvətləndirir də, minlərlə deyək. Düzdür? Bu birisində deməli, baxın, burada sayılara baxıram, güya tez gedək. In the year, baxın, biz illər ilə artikl işlətmirik, bilirik. Amma illərin yanında year sözü varsa və yaxud da il sözünü gətirib bura bir dənə cəmdə də S yazıblarsa, məsələn, tutaq ki, 12, 60, cəm şəkilsi varsa, o demək ki, biz orada years, il söz var. Artikl yazmalıyıq, düzdür. I variantında da deməli 35 years of age, burada da heç bir səhv yoxdur. Uzun sözün qısası cavab oldu A variantı. Və 10-cu testimiz. 10-cu testdə deməli, deyir cümləni ən yaxşı nə tamamlayır? He wasn't the most studies student in the class. Deyir, o sinifdə ən əlaçı uşaq deyil. Ki, in var burada zaten.
Elə bunun alternativ variantı da yoxdur. A variantı cavab. Deyir, o sinifdə əyləsi uşaq deyil, lakin ə, final, buraxılış imtahanlardan keçmək üçün kifayət qədər çalışmışdı. Elə A variantıdır. Və saç belə, əgər burada saç cavab olsaydı ki, mənasını qoyun kənara, qrammatik cəhətdən də düzgün deyildi. Çünki saç və student silent text artikel istəyərdi. More yaza bilməzsiniz. In olan yerdə more olmur. As much as nəysə, nə ilənsə müqayisə eləmək lazımdır. Müqayisə deyəndə illa da comparative degree demirəm. Tüxaç deyirsə, Leyla da Aysel kimi gözəldir. Elə too much da olmur. В общем, A variantı da uzatmayaq bu asan testi. Burada bir dənə nəzəri test var və nəzəri test əslində düşmür. Düşmür bizə nəzəri test əslində. Prosto bunu necəsə olub. Dedim axı bunu çoxdan hazırlamışdım əslində. Silmək istəyirdim. Sadəcə silə bilmədim, qaldı. Amma yenə də baxaq. Nəzəri test çətin olmur. Amma bəzən elə olur ki, o variantın düzgünlüyünü özlüyümüzdə təsdiqləmək üçün illa da bizə lazım olur ora bir nümunə gətirmək və nümunə gətirə bilmədiyimiz halda tapa bilmirik. Amma belə yəni həm qorxulu deyil, həm də bizə imtahanda düşmür. Gəlin baxaq görək indi burada nə deyir bir saniyə. Bir saniyə gözləyim də. Aha, deməli deyir ki, hansı fikir səhvdir? Adverbs are the words that modify or give extra. Aha, burada bir dənə information about verbs, adjective, past participle, other adverbs, prepositional phrases or whole clauses. Deməli, biz bilirik ki, zərflər feilləri, sifətləri, past participle, yəni participle to-nu, digər zərfləri, hətta prepositional phrase-ləri və yaxud da общий cümləni təyin edə bilər. Bəli, zərflər hər şeyi təyin elədiyi halda sifətlər yalnız ismi təyin edə bilər. Bu düzgündür. Birdən sizə qaranlıq qalar ki, bütöv cümləni necə təyin eləyir? Bəs niyə ki, deyirsiniz ümumiyyətlə, ya da unfortunately vergül qoyub bütün fikrinizi davam edirsiniz. Onlar bütün cümləni təyin edirlər. A variantında problem yoxdur. In some cases, adverbs have the same forms as adjectives. In other cases, two different adverbs are derived from the same adjectives. Deməli, burada deyir ki, bəzi hallarda zərflər sifətlərlə eyni mənada olurlar. Bəzi hallarda isə eyni sifətin iki müxtəlif zərfdə ola bilir. Məsələn, fast həm sifətli, həm zərfdir. Hard həm zərfli, həm sifətli. Hardly da ola bilər. Late sifətli ola bilər, zərfdə ola bilər. Lately də var. Yəni B variantında heç bir problem yoxdur. C variantına gəldi. Some adverbs have two forms, one ending in ly and the other not. C variantında deyir ki, bəzi zərflərin elva ilə, digərləri isə elva olmadan iki forması ola bilir. Bu birisi nə deyir? Məsələn, hard, hardly, late, lately, high, highly. Yəni C variantında da səhv yoxdur. The most common use of adverbs is to modify adjectives. D variantında deyir ki, zərflər ən çox işlənmə məqsədi sifətləri yəni sifətləri modify eləməkdir, yəni təyin eləməkdir. Az qala müdafiə etmək deyəcəkdim. Təyin etməkdir və zərf adətən sifətdən sonra gəlir. Xeyr. Məsələn, very beautiful, very zərfdir. Beautiful da sifətdir, deməli önündə gəlir. Bu D variantı yanlış cavabdır. Deyir ki, verilmiş cümləni direct speech-dən indirect speech-ə çevirmək lazımdır. Deməli, the teacher said, hocamız dedi, I have been preparing my students for the final exam for several months and I believe they will achieve better result than they did last year. Deməli, müəllim
deyir ki, mən bir neçə aydır şagirdlərimin buraxılış imtahanına hazırlayıram və inanıram ki, onlar keçən ildəkindən daha yaxşı nəticə göstərəcəklər. Deməli, bizim burada dəyişməli olduğumuz bir neçə məqamlarımız var. Aha, bir dəqiqə. Deməli, müəllim dedi, bizim baş cümləmiz past simple. O deməkdir ki, biz orada zamanlarda bir xeyli dəyişiklik edəcəyik. Müəllim dedi ki, mən hazırlayıram. Bu o olacaq. Eyni ola bilər ki, she-dir, ola bilər ki, he-dir, amma keçməlidir bu o-ya. O hazırlayır tələbələri üçün. İndi orada he olacaqsa bu his olacaq. She olacaqsa her olacaq. Students for the final exam for several months. And yenə də orada he yazmışsa burada da he olacaq. Believe, believed. İnanır ki, biz deyə bilərik buna. İnanır ki, onlar, yəni tələbələri, bura biz də deyə bilərik. Then they did last year. Did olanda past perfect-də çevirmək lazımdır. Gəlin bir-bir variantlarımızı yoxlayaq. Əslində birini tapdıqsa digərində ehtiyac da qalmayacaq. A variantına baxaq. Müəllim dedi ki, she had been present perfect. She deməli, tutaq ki, she elədik. Present perfect continuous olub, past perfect continuous okeydir burası. Her, she olubsa her students for the final exam for several months and believed, yəni mübtədanı yazmamışıq, çünki xəbərlər eyni mübtədaya gedir. Yəni she believed deyil, dəyişməmiş, problem deyil. Will olacaq would achieve better results than they, yenə də həminki nəzərdə tutur. Past simple-da olub, past perfect. Had done the, last da olmalıdır previous year. Bu A variantında heç bir problem yoxdur. Cavab da A variantıdır. B variantına da baxmaqla sadəcə olaraq, məsələn, biz bunu tapdıqsa, əslində mənası yox idi o digərlərinə baxmağa, deyib baxaq. She has been zaman dəyişməyib, buna baxmayaq. Had prepared, hazırlamışdı, yox, hazırlamaqdaydı. Past continuous-a keçə bilməz. Sonra burada deməli had been preparing her students for the final exam for several months and believe that they would achieve better result than they did last. Burada dəyişim baş verməyib. Həm zamanında, həm də zaman zərfində. Deməli, doğrudan da bu testin cavabı A variantı imiş. 13-cü testimizlə davam edək. 13-cü testimiz yenə idiom testidir. Deməli, burada bir dənə yanlışlıq olub. Bir saniyə. Belə. Deməli, even after retiring, Mr. Brown continued to attend workshops and read extensively because he always liked to and explore new ideas. Deməli, cənab Brown təqaüdə çıxdıqdan sonra da seminarlara qatılırdı. Çünki yeni ideyalar öyrənməyi sevirdi. Deməli, burada bir saniyə bunu belə eləyək. Burada A variantında gəlin hansı variantına uyğun gəlir onu yazaq. Bu variantları düşdü aşağıya. Yox, düşsün aşağıya. Aşağı düşdü, yox, yadımızda saxlayarıq. Deməli, birincisində olacaqdır think outside the box, C variantı olacaq bir də. Çünki bunun yanına yazın bəlkə. Belə eləyək. Bura yazaq A, qarışdırmamaq üçün. A oldu, yo, A olmadı. C variantı. Bura yazaq C, çox gözəl C hərf oldu. Deməli, think outside the box olur ki, qeyri-adi düşünmək. Bu bir olacaq deyə o qeyri-adi düşünməyə, yəni qeyri-adi şeyləri xoşlayır və yeni ideyalar kəşf edir. Belə, bir oldu C variantı. İkincisində, deməli, after spending a stressful semester preparing students for the final exams, the teacher decided to take a short holiday to deməli, recharge one's battery. Düzgün gəlir bura. Yəni A variantı yazaq. Bir dənə mouse-la yazıram ona görə. Deyir ki, müəllim ağır semestr
imtahanlarından sonra istirahət etmək qərarına gəldi. Yəni yenidən enerjisini bərpa etmək üçün. Üçüncüsündə deməli many young people their parents support and only realize its value when they become independent. Deməli bir çox gənc valideynlərinin dəstəyini bura uyğun gələn dəstəyini, yəni qədrini belə deyək də, qədrini bilməmə söz var burada. Take something for granted. 10-cu sinif ya 11-ci sinif. Ümumiyyətlə dərslikçilərdə də bunlar. Buna yazaq B variantı deyir. Bəzi gənclər valideynlərinin onlara olan dəstəklərini bilmirlər də, yəni qədrini bilmirlər o mənada. Dördüncü cümlədə deməli during the meeting the manager encouraged the team to instead of relying on traditional methods. Burada keep the ball rolling olar E variantı. Aha, çox gözəl E variantıdır. Bəlkə də indiyə qədər elə bir E variantı heç görməmisiniz. Yaxşı, belə olsun. Bunu yazmaq asandır. Yaxşı, burada da deməli menecer komandanı, yəni keep the ball rolling işə davam eləmək üçün ruhlandırırdıq da, belə deyək. Meeting müddətində. Deməli 1 olacaq, C, 2 olacaq, A, 3B, 4 E variantı olacaq. Baxaq görək hansı variantdır. Bir saniyə. Elə bir variantımız oldu mu, olmadı mı? Yadımdan çıxdı hansıları hara dedik. Deməli dedik ki, bir də oldu C variantı. 1C. İçdə oldu recharge olan variant A, 1C, 2A. 3'də oldu B variantı, A variantıdır. Aha, gəldik bura düzgün inversiya istəyən testdən. Deməli, inversiya testi hər dəfə sertifikasiyada da düşür. Müddət də ki, qaçınılmaz düşür. Baxaq. Deməli, really yeri ora deyil. Önə keçibsə inversiya təbii ki, baş verməlidir burada. Bunun ikinci, birinci tərəf söhbəti yoxdur. Heç mürəkkəb cümlə qurmur ki bu. Sadə cümlədir də. Baxın, hər keçib cümlənin önünə mübtədanın. Deməli, burada inversiya baş verib. Bir düzdür. Sonra, ikinci testdə under no circumstances, yəni heç bir şərt altında önə keçibsə inversiya baş verməlidir. Baxın, should burada olmalıydı. Bunu belə ilə olmur. Bir saniyə, mən belə eləyim. Aha. Deməli, burada inversiya olmalıydı. Yəni, heç bir şərt altında şagirdlərə imtahan ərzində telefondan istifadə icazə verilmir. 2 səhvdir. İnversiyası yoxdur. Üçüncüdə no sooner than ilk tərəfdən inversiya alır. No sooner had the meeting started olmalıydı, səhvdir. Only by working hard could achieve. Only sözü bağlayıcılara birləşəndə məsələn only if, only after cümlədə inversiyanı alır ikinci tərəfdən. Amma bu by şey deyil də, bağlayıcı deyil də. Bir də only by chance ona test qrup statusunda paylaşmışdım. Deməli, only by chance özü tərəfdən inversiya alır. Yəni bu düzgündür. Only by working hard could she buradan alması inversiya düzdür də. Yəni o bağlayıcılara birləşəndə ikinci tərəfdən alır. Bu bağlayıcı deyil. Only after, only when, only if görürsünüz bağlayıcılara birləşib ikinci tərəfdən alır. Buradan amma ikinci tərəfə ehtiyac yoxdur. Buradan, yəni buraya gətirib buranı inversiya eləyə bilmərsiniz. Obşum deməli cavab oldu 1, 4 düzdür və saç da özü tərəfdən inversiya alır. Saç was, baxın, was keçib mübtədanın önünə dətsizliyə dəymə olmaz. Dətsizli olduğu kimi qalmalıdır. Yəni cavab C variantı olur da 1, 4, 5. Yadınızda saxlayın, onunla bağlayıcılara birləşdiyi halda ikinci tərəfdən inversiya. Amma adi sözlərə birləşdiyi halda ikinci tərəfə getmirsiniz. Məsələn, by bağlayıcı deyil. Sonra və yaxud da yəni ağlıma gəlmir. Ümumiyyətlə tək olanda da vəbşi inversiya almır.
Ola bilər ki, məsələn, hansısa bir prepositionla phrase birləşər, yenə də ikinci tərəf söhbəti yoxdur orada. Yəni birinci tərəfdən inversiyasını alır. Only by chance o da. Onu o gün bir müəllimə soruşmuşdu. Ona görə onu vurğuladım. Orada da inversiya ilk tərəfdən olur. Yəni burada cavab C variantıdır. Növbəti test 15. Niyə sürüşüb bəs? Bir saniyə. Aha, 15-ci testdə də deməli yanlış olan cümlələri bizdən istəyir. Baxaq görək hansı cümlə yanlışdır. I would rather bax bunların bir saniyə. Bircə saniyə. Bunun nömrələri hanı bəs bu cümlələrin? Cümlələr Cambridge lüğətindən falan oğurluyuruq. Amma necə olubsa bunu yazmamışam. Bir saniyə üzrlü sayın. 3, 4 və 5 olmalıdır burada da. 5. Yazdıqca da buradan. Deməli, I would rather you stayed. Would rather'larda qayda belədir. Əgər başqa bir subject yoxdursa, yəni söhbət özümdən gedir də, başqa mübtədə ehtiyac yoxdur. Baxın, burada amma mübtədə var. Məndən söhbət gedirsə, məsələn, fe'l bear infinitiv formada işləyən I would rather stay, yəni kaş mən qalam. Yox, mən keçmiş zamanımdan danışıramsa, I would rather have stayed olur. Yox, başqa bir ortaya subject girirsə, ki burada başqa bir adam var, yox. O zaman indiki zamandırsa olacaq past simple, keçmiş zamandırsa past perfect. Burada söhbət indiki zamandan söhbət gedir, ona görə də past simple olması düzgün işlənir. Bu düzdür. Bizdən yanlışlar soruşur. You had better to finish. Had better'dan sonra qətiyyən to gəlmir. Bu yanlışdır. Sonra she would prefer to would hansı fe'lə birləşərsə özündən sonra to alır. Would like, would prefer, would hate, would love. To fe'l gəlməsi lazımdır. Bu düzgündür. To fe'l də gətiribdir. Aha. We would rather, yəni biz arzuruq ki, kaş onlar, baxın burada daha erkəndən dediyi üçün yəni bizə past perfect lazımdır. Çünki bizi keçmiş aparır daha erkəndən. O zaman deyir, yəni biz kaş daha erkəndən onlara məlumat vermiş olardıq. Düzdür past perfectin işlənməyi. Burada da heç bir qüsurumuz yoxdur. We had better, not had better'dan sonra qətiyyən nə to, nə də ki ing gəlməz. O səbəbdən bu da yanlışdır. Belə çətin test deyildi. 2-5B variantı. 16-cı test. 16-cı test, bu da 8-ci sinifdə qayda olaraq verilib. Deməli, bəzi fe'llər var ki, özlərindən sonra sifət alır. Həmin o sifət alan fe'llərlə alır. Bilirsiniz ki, olur copula verb deyirlər. Bağlayıcı fe'ldir də, onlardan sonra link verb də deyirlər. Onlardan sonra nə tamamlıq gəlmir, nə də ki zərf gəlmir. Amma bəziləri var ki, onlardan sonra tamamlıq gələ bilir. Tamamlıq gəldiyi halda bunlar artıq link verb yox, action verb olur və bu zaman davam edici zamanda da işlənə bilir və yaxud da zərf də tələb edə bilir. Baxaq. Baxın, tamamlıq var. Bu o deməkdir ki, artıq burada bu action verbdür. Özündən sonra tamamlıq gətirib davam edici zamanda işlənə bilər. A düzdür. B variantda appear fe'linin görünməkdən başqa bir də çıxış eləmək mənası var. Burada çıxış etmək mənasındadır. Filan konsertdə çıxış edəcəkdir. Niyə edəcəkdir mən dedim? Edirdi düşünün və yaxud da edəcəkdir düşünün. Ümumiyyətlə past continuous-un bir situasiyası olmalıdır. İstəyir bunu siz zaman olaraq keçmiş davam edirsiniz, zaman kimi düşünün. Məsələn, mən danışanda siz məni dinləyirdiniz. Və yaxud da bir situasiyası olmalıdır ki, keçmişdə bizdə past continuous o deməkdir ki, yəni biz niyyətlənmişik, amma edə bilməmişik. Məsəl üçün deyirəm mən bu testi izah edəcəkdim, amma vaxt çatmadı. Belə. Yəni o halda da bir situasiya olmalıdır. Belə səhv deyil də, yəni AB düzdür. Sonra I am feeling, bundan sonra bir cümlə gəlirsə, baxın özündən sonra bütöv bir cümləsi var.
Bu o deməkdir ki, artıq bunu davam edici zamanda istifadə edə bilmərsiniz. Think də bura aiddir. Yox, özündən sonra cümləsi olmasaydı, o zaman davam edici zamanda işlədə bilərdiniz. Think də, feel də bura aiddir. Yadınızda saxlayın. Əgər bir söz və yaxud da bir phrase varsa, söz birləşməsi, problem deyil, continuously istifadə edə bilərsiniz. Yox, cümlə varsa, artıq orada bir elə bil ara söz kimidir. Artıq onu siz işlədə bilmərsiniz davam edici zamanda. Yəni C variantı yanlışdır. I am thinking budur. Baxın, söz var ardınca problem deyil davam edici zamanda. Amma olsaydı ki, burada bir cümlə, o zaman bu da davam edici zamanda işlənməzdi. Düzdür, D variantı, I variantında da tamamlıq var deyə. Yəni hal-hazırda mən ət çəkirəm. De, yəni kilosunu. Düzdür, burada tamamlıq var. Yəni bu feillərin içərisində feel and think özlərindən sonra bütöv cümlə varsa, artıq davam edici zamanda işlədə bilmərsiniz. Amma cümlə varsa və üzr istəyirəm, söz və yaxud da bir phrase varsa, o zaman işlədə bilərsiniz. Yəni cümlə ilə davam edici zamanda işlənməzlər, sözlə işlənə bilərlər. Digərləri də yanlarında tamamlıq varsa, problem deyil, bunlar action word-dür. 17-ci testdə feilin təsvirlənməyən formasının harda yanlış olduğunu bizdən istəyir. Deməli, baxaq. His attempts. Bu attempt özündən sonra isim. To da ala bilər. Yəni infinitive deyək də. Bu buradakı to sözünü deyil. Ha, buna ingilislər particle deyil. Biz buna məstər deyirik, to. Yəni deyir nəfə şey demək üçün, ara fəslə vermək üçün. Bu düzdür. To infinitive düzdür. Yox, sözünü yazıb ardına ing vermək yenə düzdür. Yəni 1 də düzdür, 2 də düzdür. Üçüncüsündə I have no intention, yəni buradan getmək niyyətində deyiləm. Düzdür 3. Bu şəkildə deyə bilərsiniz və yaxud da ardınca belə sözünü gətirib deyir ki, mənim buradan çıxmaq fikrim yoxdur. Hə, 3 düzdür. 3-də elə bir yanlışlıq var. Yox, bu 3-dəki intention bu o isimlər siyahısında deyildi. 3 səhvdir. Baxın, belə bu şəkildə mənim buradan çıxmaq niyyətim yoxdur. Bunu ancaq sözünü ilə bu şəkildə deyə bilərsiniz. To infinitivinin attempt deyə bilərsiniz. Attention ora aid deyil. Bu səhvdir. Yəni 3 düzgün deyil. Amma 4 düzdür. 4-dən bunu bu şəkildə mənim buradan çıxmaq niyyətində deyiləm. 4 düzdür. 5-incisində they have a mission for to. Bu qəti şəkildə səhvdir. Baxın, bir şeyin nə deyək, funksiyasından danışanda onu qəti şəkildə for to ilə yox, for ing ilə demək olar. Yəni biz öz məqsədimizdən də danışanda for to deyə bilmərik. Baxın, deyir ki, onların xalçanı təmizləmək üçün maşınlar var. Bu for to yox, for ing olması lazım. 5 də səhvdir və bu düzdür. Belə olar. Bir şeyin funksiyasından, məsələn, ət kəsmək üçün bıçaq, for ing. Cavab olur 3 və 5, yəni D variantıdır. 18. Deməli, wish clause-larda, baxın, bir vəziyyətin dəyişik olmasını istəyirsinizsə, would. Hansısa bir bacarığın sizdə formalaşmasını istəyirsinizsə, could. Ümumiyyətlə, indiki zamandan danışırsınızsa, past simple-dan istifadə edirsiniz. Məsələn, mən burada arzuluyuram ki, vəziyyət belədir, işsizəm, kəş mənim yaxşı bir işim olur. Deməli, hansısa bir vəziyyətin olmasını arzuluyuram, dəyişik bir vəziyyətin. O səbəbdən A variantıdır. Hansı cümlədə burada bir yanlışlıq var, bunu da deyim. Incorrect sentence olsa yanlış cavab bir dənə 3-dür. Amma belə mən əslində düşünmüşdüm ki, incorrect passive belə düşünmüşdüm. Passive bir saniyə voice. Incorrect passive voice. Sentence-də buradan silə bilərik. Aha, deməli, hansı cümlədə passive voice yanlışdır? Yəni passive voice olmasın və yaxud da yanlış olsun. The documents prepared. Bu cümlənin real halında bir passive voice olub. The documents prepared which was tutalım ki, the document which was prepared və yaxud da that was prepared by the committee olubdur. Amma which was və yaxud da that was daha doğrusu were, çünki cəmdədir. Hissəsi gedir. Bunun participle to hissəsi qalıb. Bilirsiniz də, məchul növünün
tərkibindəki participle to feilin təsviflənən formasıdır. Amma reduction olunur, tək o qalırsa, artıq bu təsviflənən yox, feilin təsviflənməyən forması, yəni non-finite forma olur və o da məchul növ sayılır. Yəni biri budur. Cavabın 1. İkincisində a new educational program has been introduced. Bu düzdür. Bu il yeni bir proqram məktəbimizə təqdim olunub. Present perfect məchul növdür. The students were explained. Bu da səhvdir. Baxın, bəzi feillər var ki, onların da ən məşhuru explain və suggestive. Bunların canlı tamamlığı nə məlum növdə yanına almır, nə də canlı tamamlığına məchul növ qurmaq mümkün deyil. Yəni tələbələr yeni qaydalara müdir tərəfindən yeni qaydalar tələbələrə izah olundu. Belə olmalı idi. Amma burada elə bil faktiki vəziyyət belədir ki, tələbələr yeni qaydalara izah olundu müdir tərəfindən. Səhvdir. Lap siz bunu necəsə tərcümə eləyin düz cəhətdən, amma qrammatik cəhətdən explain feili elə nə məlum növdə yanına canlı tamamlıq yazmaq mümkün deyil, nə də ki, onunla məchul növ düzəltmək olmur. Yəni cavab 1, 3C variantıdır. By the end of the next month, növbəti ayın sonuna kimi layihə tamamlanmış olacaq. Bu da düzdür. Will have been completed. Future perfect passive voice'dir. English is spoken by people. Çoxlu ölkəli, dünyada çoxlu insanlar tərəfindən, çoxlu ölkələrdə insanlar tərəfindən danışılır. İndiki zamanda olan sadə bir cümlədir. Sonra gəldik deməli bu cümləyə if only, yəni yenə də bir kaş cümləsindən danışırıq. Deməli, deyir ki, daha yaxşı bir tətil planlamış olsaydıq ya da planlasaq, biz hamımız Germaniyanın əksər şəhərlərini görmüş olardıq. Yəni biz bura baxanda görürük ki, bizə short condition lazımdır. Məsələn, bu situasiyada present perfect lazım deyil. Past simple yazıb digər tərəfində present simple olmaz. Hər iki tərəfi bu kaş mənasını ümumiyyətlə vermir və yaxud da present simple və present continuous olmur. Could have verb bu hissədə olmaz, digər hissədə olardı. Həm də bu da geri dəyişiklikdə deyək ki, B variantı. Yəni planlamış olsaydıq, Germaniyanı gəzmiş olardıq demək istəyirik. Gəldik 21-ci testimizə. Deyəsən vaxt çox getib, hələ mən 21-ci testdəyəm. Bilmirəm, mən çox danışdım, yoxsa... Amma çox danışmaq lazım olur testlərdə, yoxsa... Yəni, bilərəkdən deyil də, məcbur. Deməli, preposition-da bilirsiniz ki, hər imtahanda bir dənəsi mütləq sizə düşəcəkdir. Deməli, the principal congratulated the students. 10 olar birinci tərəfdə. 10 performans. Burada 10 olacaq ki, bütün variantları da sağ olun 10 yazmışam. Bu 10 olacaq. Performances and thanked their teachers for dedication. Orada bir dənə for yazsaq, yenə də oxşar variantlar var. Burada da deməli, digər tərəfində də in uyğun gəlir bura. In, amma during da uyğun gəlir axı. During preparation process, yəni hazırlıq prosesi müddətində. Digər tərəfində də their continues. Burada A variantı uyğun gəlir. Mən elə bir variantlara cavaba deyəsən S yazmışdım. Hazırlıq müddəti eynidir variantdır. Eynidir. Bir dənə fərqi burada qoymuşam. Amma A variantı uyğun gəlir. Burada. Yəni, congratulate somebody on something olur. Birinci tərəf düzdür. Thanks somebody for something olur. İkinci tərəf düzdür. Üçüncü tərəfdə during the preparation process olar. Düzdür. Axırıncısında da ki, zaten fordur da, for their continuous support. A olacaq cavab. Amma səhv eləmirəmsə, cavab sizə mən C vermişəm. A variantı olmalıdır cavab. Hazırlıq müddətində.
Da A yazarsınız da, yəni A yazmısınızsa, cavab C çıxıbsa, cavab düzgün cavablarda üzrlü sayın. Cavab burada A variantıdır. 22-ci testdə deməli bizə sifətlərdən belə bir sifət testi imtahanda düşmüşdü 2023-cü ildə. İndi baxaq görək nədir məsələ? Deməli, here the road is getting more and more steep. Steep sözü steeper erlə düzəlməlidir bunun müqayisəsi. Burada bizdən düzgün istəyirdi, yəni heç bir səhv olmayan bir düz deyil. Bu problem deyil ha, more and more. Bu sadəcə mənanı qüvvətləndirmək üçündür. Prosta burada steep sözü more-la düzəlmir da. Steeper and steeper. Yəni bir səhvdir. The people in the queue were getting more and more impatient. Bu düzgündür. Yəni getdikcə insanlar səbirsizləşir. İki düzdür. Which of these two photos is better? Bu iki şəkildən hansı daha yaxşıdır? Burada heç bir problem yoxdur. İkidən söhbət gedirsə müqayisə olur, amma 3-ə qalxdısa o zaman üstünlük olur. 2, 3. Sonra 4-də the problem is becoming worse. Become feili belə davam etdiyi zamanda demək olar ki, istifadə biz eləmirik. Amma problem getdikcə bu şəkildə işlədə bilərik bəzən. Daha da yəni ağırlaşır vəziyyət demək istəyir. 2, 3, 4. Yəni normalda işləmir bu. Bunun da cavabında deyəsən səhvlik qoymuşam mən. Baxın 2, 3, 4 hələ ki problem deyil bunlar. 5-də let's hope bu da düzdür. There are no further problems. Further daha çox problem. Yəni əlavə mənasında daha əlavə problem ümid eləyək olmasın. 2, 3, 4, 5. B variantı mən prosto yadımdan çıxdı. Yazıq bir yerlərə 22-də B olmalıdır. Bir də bayaqki yerdə düzəldim. 22B, bir də bayaqki test neçəydi? 21. 21-də də A variantı olmalıdır. Sonra baxaq buna. Are not very-dən sonra müqayisə dərəcəsi gəlməsi. Deməli, burada cavab 2, 3, 4, 5-dir. B variantı düzgün cavabdır. Burada heç bir səhv yoxdur. Problem deyil, getdikcə daha pisləşir. Bu adətən belə işlənən feil deyil. Become feili. Prosto bir şey getdikcə dəyişirsə, o zaman problem deyil, işlətmək olar. Yəni burada B variantı daha düzgündür. Nəinki D variantı, yəni 22-də olacaq B. Gəlin 23-cü testə də baxaq. Situational, bu testdə qrammatika lazım deyil. Belə testlərdə qrammatikanın heç bir rolu yoxdur. Deməli, Ted is thinking about buying your car. Ted maşınını satmağı düşünür. As he is an old friend, you want him to have the first option. Deməli, o sənin yəni köhnə dostun olduğu üçün maşını ilk olaraq ona satmaq istəyirsən də, yəni. But he has been hesitating, tərəddüd eləmək. About it for 10 days or more and you are losing patience as you want to get the transaction finished, you tell him quite openly. Yəni sakit şəkildə, açıq şəkildə. Amma siz ona ilk əvvəl satmaq istəyirsiniz, amma o artıq 10 gündən çoxdur ki, qərar verə bilmir. Yəni tərəddüdlü qalıb, sənin isə səbrin tükənir. Çünki satışı yekunlaşdırmaq istəyirsən və onu açıq şəkildə bəyan edirsən. Açıq şəkildə deyirsən, nə deyibsinizsə, oxuyaq görək, nə demişik. Deməli, you are really out to get a driving license. Yox, bu deyil. Deyir, maşını almazdan əvvəl sürücülük vəsiqəsi almalısan. Bu deyil cavab. B variantında I would like you to have the car, but my financial position is such that must let it go to the highest bidder. Deməli, mən istəyirəm maşın səndə olsun, amma maddi vəziyyətimə görə onu ən yüksək qiymətə təklif edənə satmalıyam. Yox. My car really isn't in a very good condition, so it would probably be better
to look elsewhere. Mənim maşınım elə də yaxşı vəziyyətdə deyil. Başqa maşın axtarsan yaxşı olar. Bu da deyil. You can borrow my car for a few days, but I have to get it back by the weekend. Maşın bir neçə günlük sənə verə bilər, amma həftə sonu geri qaytarmalısan. Da deyil. There are several other people interested in buying my car. Bu ola bilər. Maşını almaqda maraqlı olan bir neçə insanlar var. So do please make up your mind about it by Thursday at the latest. Yəni mən maşınımı almaq istəyənlər var. Ona görə də zəhmət olmasa ən gec cümə axşamına qədər qərarını ver. Elə cavab da E variantıdır. 24-cü testdə deyir ki, mənasına görə underlined olan hissəni aşağıdakıları yəni uyğun olanı close meaning-i göstərin. Deməli, heç o cümləni oxumağa ehtiyac yoxdur. The train has left the station. Deyir ki, qatar stansiyadan çıxmazdan əvvəl, yəni bir işə, hansısa bir işə gec olmamışdan. The genie is out of the bottle. Deyir ki, buna cin artıq şüşədən çıxıb. İndi ora elə bir form qoysaq, bir şeyə gec olmamışdan əvvəl, yəni artıq gec olmadan. Elə biri budur. Let's sleeping dog lie. Köhnə xərmənləri çürəmək. Bizdə belə bir şey var. Köhnə problemləri yenidən qaldırmaq. Bu deyil. That ship has sailed. Artıq gecdir də deməkdir. Yəni ora yazsaz before that ship has sailed. Yəni gec olmamışdan əvvəl. Elə biri də 3-dür. Yəqin ki, cavab da budur. Sonra get my act together hərəkətləri və fikir ver deməkdir. Bu deyil. Pull my leg mənimlə zarafat etməzdən əvvəl olmur. 1 ilə 3 düzgün cavab olur. Bəli, cavab 1, 3 olacaq. Olmasına da prosto orada bir dənə sürüş aşağıya. Vəssalam. 25-ci testdə deməli baxın, axırda ümumiyyətlə sözünü olanda mən uşaqlara deyirəm ki, cavab ya vuddur, ya da hudur. Bura heç hu yoxdur, həm də heç olsa mənası da düzgün deyil. Martin gave me what I asked for. Ondan niyə soruşdum? Yəni, elə bir what for, nə üçün deməkdir də? Niyə, nə üçün deməkdir? Ya da ki, ondan xahiş etdiyim şeyi verdi. Düşünün ki, burada bunu belə də yanaşa bilərsiniz. What, gəlsin bura bir isim. I asked for nəsə bir şey. Həmin o nəsə bir şey what olub. Yəni, cavab A variantıdır. İndi that sözünü ilə işlənməz. Deyil cavab. Which for yox, when for yox. Boşum A variantı. Burada da agreementin düzgün olub olmadığı bir variant tələb olunur. Subject and the verb don't agree, uzlaşmır. Yəni yanlış olanı soruşur bizdən. Deməli, the committee, baxın bu tip isimlərdə, yəni kollektiv nağıllarda, hansı ki, xəbəri həm tək, həm də cəm ala bilir. Həmin situasiyada əgər siz hu yazmısınızsa, bu deməkdir ki, artıq siz insanlardan, içindəki fərqlərdən danışırsınız və xəbəri cəm yazmaq məcburiyyətindəsiniz. Baxın, who are. Bu düzdür. Digər tərəfdən də have də cümlənin xəbəridir, bu da düzdür. Yəni, birdə heç bir problem yoxdur. A number of teachers, a number of-un xəbəri təkdə olmaz, yoldaşlar. Cəmdə olar. Bir sıra müəllimlər ifadə edib, bu getdi. Cəm olmalıydı. 2. The number of applicants has increased. Burada deyir ki, ərizə yazanların, müraciət edənlərin sayı artıb mühüm şəkildə. 3-də heç bir problem yoxdur. Agreement falan hər şey qaydasındadır. The government which dedisə, mütləq is yazmalısınız. Bu səhvdir.
Bir də 2 səhv idi. 2, 4, yəni B variantı. İnşallah dəyişik verməmişəm cavabını. Çünki bizə deyir ki, harda uzlaşmır. Agreementin uzlaşmadığı variant, yəni səhv olan variant. Which yazdıqsa is yazmaq məcburiyyətindəyik. Who yazdıqsa, yəni who-dursa cəm, which-dirsə tək olmalıdır. Every boy, bu da ki, özündən sonra bir dənə isimə birləşir və 1000 dənə də isim gəlsə fərqi yoxdur. Xəbər təkdə olmalıdır. Düzdür. Yəni burada 1, 2, 4-dür cavab. İndi mən bilmirəm sizə nə yazmışam, orada cavab B yazmışamsa düz yazmışam. Və keçdik 27-ci testimizə. Deyir harda gerund. Gerund səhv istifadə olunub harda. Standing here all day makes me very tired. Bütün gün burada dayanmaq məni yorur. Burada düzgün istifadə olunub. Teaching young learners require, yəni gənc insanlar öyrətmək səbir tələb edir. B variantında da heç bir səhv yoxdur. Bir saniyə. Aha, deməli B-də də heç bir problem yoxdur. C variantı, do you mind me being? Bu ümumiyyətlə gerund olur. Hər istənilən halda bu ifadədən sonra do you mind me being? Düzdür, yəni bu. Sandy loves sneaking feildən sonra gələn feil ing-dirsə, bu da gerunddur. D-də düzdür. Sonra I variantı, we regret informing you that we aren't taking on any new stuff at present. Burada belə götürəndə regretdən sonra ing gerunddur, amma işlənməsi səhvdir. Çünki regret feilindən sonra biz ing veririksə, artıq keçmişdəki olan bir şeyə təəssüf hissi yaşayırıq deməkdir. Amma to yazırıqsa, olacaq bir məsuliyyətdən qaçırıq və yaxud da olacaq bir məsuliyyət deyirik. Yəni gələcək yönümlü. Deyir, təəssüflə bildirməliyik ki, biz yeni bir hal-hazırda stafa, yəni heyətə ehtiyacımız yoxdur. Bu variant səhvdir. Yəni burada gerund istifadəsi yanlışdır. İnfinitiv işlənməli idi. E variantı. Və 28-də relativin hansında relativ olduğu soruşulur. We should find out who. Bu relativ deyil. Niyə deyil? Çünki burada artıq bu conjunctive word funksiyasındadır. Ümumiyyətlə relativ deyirsə, önündə isim olmalıdır ki, onu təyin eləsin, ad olsun, təyin budaq cümləsi. Feil varsa, ola bilər kimsə qarışdırar, feil var. Baxın, deməli buradakı who relativ deyil, conjunctive word. Yəni bağlayıcı funksiyasındadır da baş və budaq cümləni bir-birinə bağlayıb. A deyil. B variantda eyni vəziyyətdə baxın feillə qutarıb. İsim olsaydı, məsələn, school, city falan təyin eləsə, hə, baxardıq. Bu cümlədə baxmaqın bir mənası yoxdur. Everybody is sure, hamı əmindir. Burada da which car isim gətirib, isimi təyin eləmir. Özündən sonra isim gətirib. Deməli, A və B variantında relative adverb də deyə bilərsiniz. Nə bilim, relative, bu conjunctive word topulda deyir A, B. Amma C variantında bu isim gətirdiyi üçün artıq bu ismi təyin edir. Bunun adı olur burdurje sifət. Yəni belə deyək, sual sifəti də elə bil özündən sonra isim gətirib. O deyil. Məsələn, what books. Orada ismi təyin edir artıq sifət funksiyasındadır. Yəni interrogativ adjektiv olur. D-yə baxaq. Deməli, is that. Burada da baxın, xəbər budaq cümləsi yaradıbdır. Baxın, bu bağlayıcı funksiyasındadır. Bu tərəfdə birinci cümlədə yəni bağlayıcı və isim gəlib, ismi xəbərlə davam edirsə olur subject clause. İsim gəlir ardınca to be, yəni ismi xəbər, sonra bağlayıcılı hissə gəlirsə, burada kim olur? Adı olur bunun predicative clause. Xəbər budaq cümləsidir və bu da deyək ki, baş və budaq cümləni bir-birinə bağlayan bağlayıcıdır. Deyil bu da. Getdi. I variantına baxın. The thing, hansı thing? Mənim etməsini istədiyim, xoşladığım şey bu. Burada thing sözünü təyin elədiyi üçün adı olur relative pronoun. Cümlənin də adı olur relative clause. Yəni cavab E variantıdır, yoldaşlar. 29-cu test belə wow kimi görsənə bilər, amma əslində deyir ki, şərtində
keçmişdə baş verib, nəticəsi indi olan təsəvvürlü hərəkət. Yəni keçmişdə bir şey olur, biz ona xoşbəxtlik ya da ki, təəssüf hissi keçirdirik, nəticəsi indi ilə bağlıdır. Yəni bizdə mixed conditional istilə yoldaşlar. If tərəf past perfect olsun, digər tərəf second. Baxın, if Jane had consulted, yəni əgər yoxlanmış olsaydı, baxın, wouldn't suffer. Bu tərəfi seconddir, yəni indi aydır. Yoxlanmış olsaydım, indisi ağrısı olmazdı. Cavab A variantıdır. B variantı da he would have got the job if. Burada ümumiyyətlə uzlaşma pozulub. If had better. Bu if tərəf olur bunun indiki zaman, hətta gələcəyə yönəlik, burada keçmiş deyil. If my wife hadn't forgotten. Əgər unutmuş olmasaydı, past perfect, amma digər tərəfində would have verbs verib, yəni bu third conditionaldır. Bunun indi aidiyyatı yoxdur. Elə hər iki tərəfi cümlənin keçmişdən danışır. I would be at the party if I were. Bunun da hər iki tərəfi indiki zamanını danışır. Əgər müdirlə görüşməyəcəmsə, parti iştirak edərdim deyir. Yəni bu da deyil cavab. Couldn't have passed if-dən sonra da burada da if-dən sonra second gəlib digər tərəfində third conditional gəlib, amma əksi olmalı idi bunun. Yəni A kimi if tərəf past perfect, digər tərəf present. O səbəbdən burada da cavab A variantıdır. 30-cu testə gələk. Deməli 11-ci, 10-cu siniflərdə kitablarda var. Hansında deyir ki, təsvir bildirən modal hiss var. Modal fe'llərdə təsvir bildirənlər ought to have verbs, ought to have verbs, bir də should have verbs'dür. Məsələn, birinci cümlədə she should have studied. Daha yaxşı deyir, oxumuş olsaydı, deyir. Must have verbs bu bir şeyin nəticəmizə gəlir bu. Tutalım ki, daha erkən olmuş olmalıdır. Nəsə bir fikir deyirsiniz, sonra ardınca keçmişdə bir fikrinizi təsdiqləyirsiniz 99%. Yəni bu təəssüfsüz deyil. Heç üçüncüsündə əgər deyir o daha ciddi şəkildə oynasaydı, uğurlu bir atlet olmuş olardı. Əslində burada da bir təəssüf hissi yoxdur. Prosta yəni keçmişdə bir bacarıq ola bilərdi demək istəyir. Üstdə də deyil. Sonra dördüncüsündə they shouldn't have, bir də buradadır. Yəni lazımsız belə şeylər kaş çox pul xərcləmiş olmazdın. Elə 1-4 və sanı cavab. Olan soruşmur. 1 they shouldn't have spent 4. Bura düzgün cavab deyəsən qoymamışam. 1-4 baxaq ardına görə 1-4 nə qədər problem çıxartdım özüm öz yazdığım testə fikir verin. Özüm öz yazdığım testə nə qədər problem çıxartmış oldum. Heç nə. Biri bildim. Cavabı nə yazmışam görəsən? Bilmirəm nə yazmışam, amma deməli biri birdir. Sonra biri də 4-dür. Xərcləmiş olmayasan kaş. Had better-də ümumiyyətlə o mənada deyil. Deməli burada cavab olmalıdır 1 və 4. Mənsə 1-4 variantı ümumiyyətlə qoymamışam. Yəni 2 deyil. 1 və 4. Bunu eləyək 1 və 4. Cavab da qeyd eləyək nədir bilmirəm, amma burada olacaq 30-da D variantı. Aha, 31-ci testdə deməli olmazsa olmazlar. Deyir aşağıdakılar nədir? Cut down on, deal with, switch off. Baxın, belə biraz ayırd eləmək çətindir əslində. Amma üçün bir arada gördüksə, məsələn, baxın, həm cut down var, yəni həm feil, həm yanında biri var və bir dənəsi də var. İkisi varsa bu mütləq prepositional feildir. Yəni biri down particle-dır. Particle-lar phrasal verb yaradır. Yandaşı bir dənə iki dənə ard-arda ola bilməz ki, söz önüdür. Deməli bu prepositional feildir. Yox, prepositional feil yox, daha doğrusu bu üstü olan adı olacaq. Baxın, phrasal prepositional verb olacaq bunun adı. Sonra digərində, bu arada cut down azaltmaq bir şey.
Ə, deməli mən deyir ki, şəkəri azaltmağa çalışıram. The matter has been dealt with. Deal with adi bildiyimiz prepositional feildir. İndi bunu ayırd eləmək üçün belə düşünün. Əgər bu yanındakı with ümumiyyətlə mən partikel kimi görməmişəm, yəni o ədat deyil. Yəni phrasal verb yaratmır. Ə, Belə deyək. Əgər bu yanındakı общее mənanı dəyişirsə, partikeldir. Yəni phrasal verbdir. Yox, yanındakı mənanı dəyişmirsə, söz önüdür. Sadəcə yön falan dəyişirsə, söz önüdür. Bu indi burada söz önüdür feildir. Yəni adi söz önüdür. Prepositional phrase. Yəqin ki, cavab C variantıdır. Digər tərəfində switch off. Bax, switch off deyirsiniz, söndür, on qoyursunuz, olur, yandır. Deməli, məna səsim dəyişilir. Oradakı off söz önü deyil, partikeldir, yəni ədatdır, yaratdıqda phrasal verbdir. Cavab da elə C variantıdır. İnşallah ki, cavabında problem olmaz. Hər ilmikdə belə bir sual düşür. Mürəkkəb cümlənin sadəyə çevrilməsi və yaxud da sadə cümlənin mürəkkəbə çevrilməsi. Baxaq görək. Deməli, уже yoruldum deyəsən. Deməli deyir ki, hansı incorrectdir? Baxaq. Bunu biraz diqqətlə eləmək lazımdır. Nə mənada? Bizə verilənə baxmaq lazımdır, görsün səbəbmidir, qaytaranda da ondan düzdür. Bu belə bir var mürəkkəbin sadə çevrilməsi, bir var sadənin mürəkkəbə çevrilməsi. Diqqət eləmək lazımdır hər iki halda, amma sadədən mürəkkəbə çevirəndə biraz daha sanki çətin olur. Burada redaction qaydası öz sözünü deyir bizə, yəni burada ən çox lazım olan redaction qaydası olur. İndi baxaq görək neymiş. Because there was a lack of financial resources. Yəni burada siz çünkidən danışırsınız. Ümumiyyətlə burada there is there'nın bir saniyə. Ayda bu nə belə oldu? Bir dəqiqə gözləyin. Aha. Burada ümumiyyətlə biz there is there'nın redaction qaydasını görürük. Baxın, deyir maliyyə resurslarının çatışmazlığından dolayı və ya çatışmazlığına görə bunları biz redaction eləyəndə deməli, buradan because onsuz da, yəni bu səbəb budaq cümlələrini redaction eləyəndə biz onları silməliyik. Onlar qətiyyən qalmır. Sonra there was a there isə being a lack of financial. Amma burada there being olmalıydı. Yəni there is there qalmalıydı. O səbəbdən bu elə yanlışdır. Bu dursun. Yəni cavab olacaq bu variant. Because there was a lack of eyni cümlələrdir bunlar. Yəni bunu bir dəqiqə being ilə edirsinizsə, there qayıtmalıydı yerinə. Bu səbəbdən bu səhvdir. Bu da eyni cümlədir. Because there was. Bu because bağlayıcıdır. Sonra söz gətirir. Mürəkkəb cümlə yaradır. Baxın, owing to görə deməkdir. Onsuz da biz sizə deyir ki, mürəkkəb cümləni sadəyə çevirin. Siz bunun budaq cümləsinə baxasınız. Budaq cümləsində redaction aparasınız ki, bu cümlə sadəyə çevrilsin. Bunun da budaq cümlə hissəsi ta baxın gəlir bura qədər. Yəni nə işiniz varsa burada eləməlisiniz. Bunu da ekvivalent olaraq option silib yerinə owing to bu düzdür. Belə yaza bilərsiniz. Yəni B variantında heç bir problem yoxdur. Bizdən səhv istədiyi üçün A variantını işarələdim. Sonra C variantında deməli as it was raining deyir. Yenə bağlayıcı ilə səbəb budaq cümləsidir. Dəyişib yerinə because of the rain problem deyil. Yaza bilərsiniz. As soon as all her friends saw the bride, bütün dostları görən kimi they were moved to tears. Yəni göz yaşları axdı. Bu zaman budaq cümləsidir. Siz bunu bu şəkildə onla eləyə bilərsiniz. On seeing. Yəni mənası elə görəndə deməkdir. Bu da düzdür. D variantı. Bir dənə dayanın E-yə də baxaq. You will able to move forward in life only if you accept your mistakes. Bunun da baxın bu hissəsinə. Burada da bir qayda var. Əslində elə redaction qaydası da sayılır o. Plus da
şərt budaq cümlələrində siz onu görürsünüz. Implied conditional deyilən bir şey var, hansı ki bizə verilən cümləni biz rahatlıqla if clause-a çevirə bilərik. Məsələn, bura baxın, bir dənə bura baxın, sonra baxın. Without, yəni deyir, səhvlərini qəbul etmədən siz bu cümləni rahatlıqla if clause-a çevirə bilərsiniz. Yəni bir phrase, ifadə çevirə bilərsiniz cümləyə if you accept. Əgər deyir səhvlərini qəbul etsəm, özdə bu inkar olmalıydı axı sanki. Deməli, if you accept qəbul etsə, without accepting səhvlərini qəbul etmədən, hə bu inkara da çevirmişik. Bu tərəfində you will, amma inkara çevirməməli idi. Niyə çevirmişəm, bilmirəm. Burada təsdiqlədirsə, bu da təsdiq olmalıdır və yaxud da bu təsdiqlədirsə, bu da olmalıdır. Məsələ onda deyil də, çünki A variantı səhvdir. Bunu düzgün eləmək üçün, baxın, belə eləyim də, bir dəqiqə bunu. You will not, bura bir dənə not yazırıq. Only if you, əgər səhvlərini qəbul etməsən, burada bir dənə don't yazırıq. Bir saniyə tələsməyin. Bura bir dənə don't və salam. Belə də düz oldu. Yəni, mürəkkəbdən sadə çevrilmək söhbətindən deyil. Bu mürəkkəb cümlədir. Sadə versiyası təbii ki, budur. Bunun da, dedim sizə, bir qaydası var. Implied conditional, yəni bizə verilən frezi rahatlıqla biz if clause-a çevirə biliriksə, adı olur implied conditional. Ki, o da reduction sayılır da. Baxın, bu cümlənin reduce olunmuş halı budur. Bu without inkar istəyir, ona görə bura bir inkar yazdım. A variantı səhvdir. There is zeraların reductionunda being yazırsınızsa, onun özünü də orada saxlamalı idiniz. Cavab 32-də olacaq A variantı. 33-də yenə agreement 2 dəfə yazmışam. Nə ilahdısa 33-də daha doğrusu. Deməli, burada da görək hansı ilə uzlaşmır. The salary in my new job is great. Əla. Burada heç bir səhv yoxdur. But for the rest, I am not impressed. Burada heç bir incorrect bir şey yoxdur. I have eaten some cheese. Bir qədər pendir yemişəm. The rest is digər. Yəni bir qədər yemişəm, digəri qalan səs xaldenikdədir. Burada da heç bir səhv yoxdur. Two of the theories. One olanda was olardı tək. To-dusa were olacaq. Heç bir problem yoxdur. The rest were killed. İndi burada were yazdım the restdən sonra. Çünki söhbət terroristlərdən gedir, digərlər. Amma burada Salim isimdən gedirdi. Is olub, düzdür. The Ministry of Science and Education, Elm və Təhsil Naziri heyətin digərləri ilə is. Burada söhbət deyir ki, digər heyətin yarısı ilə Elm və Təhsil Naziri bir nəfərdən söhbət gedir də, briefingə başlayacaq. Yəni D variantında da heç bir problem yoxdur. She is part of a team of scientists who is, who are relativ önündəki nədirsə, xəbərdə elə olmalıydı. E variantı yanlış cavabdır və gəldik miqdə ən absurd olan test strukturuna. Yəni, bununla savad həqiqətən ölçülməz. Ölçülməz. Baxaq görək nə olacaq variantımı. Düzgün deməli, a beautiful, tall, thin, young, black. Bu düzgün cavabdır. Baxın. Beautiful opinion, yəni mənə görə beautiful, sizə görə bəlkə ugly-dirsə, bu dəyişən. Həmişə birinci gəlir. Beautiful, düzdür. Tall, hündür bunun ölçüsüdür, düzdür. Sin bunun arıq ya da cumbul olması, shape formasıdır. Young, age-dir. Black color-dır. Scottish-də ki, onsuz da axırda gələcək də bunun original-dır. Elə bu A variantı düzdür, o birisi variantlara baxmağımıza böyük ehtimal yoxdur əsas. Ola bilər variantların içində səhv ola bilər, nəsə səhvlik düzəldərəm, amma yenə də baxmıram. Axıra çatmalıyıq, çünki çox vaxt getdi. A variantı düzgündür. Aha, gəldik bura. Burada da definition-dur yenə. Yəni, definition deyəndə bu phrasal verb falan olan sözlərin yazmalıyıq ora. Get along adətən with-dən kimləsə yola getmək. Elə bir A. İşte get down əsəbləşdirmək, ruhdan salmaq, yəni pis motivasiya olmaq da kiməsə. Stop, make feel miserable, C variantı. Bir A, ikisi, yəqin ki, cavabda elə A variantı olacaq. Deməli,
Üstə də cut off, bu da dayandırmaq, azaltmaq, əlaqəni kəsmək, yəni B variantı. 35-də oldu A. İndi burada bir mətn verib və mətn əsasında bir dənə də sual var. Mətni oxumalıyıq ki, o sualı biz tapaq. Deməli, hər ilmikdə belə bir sual düşür bizə. Belə bir sual düşür. Bu sualda əslində nə bilim, olması yaxşıdır da deyək, oxuyub anlamamızı yoxlayır. Amma imtahanda o stresin içində, vaxt qıtlığında, səhvin düzü apardığı bir momentdə orada çətin olur. Buradan demək daha asan səslənsə belə. Baxaq. Deməli, hal-hazırki Finlandiyada, indi Finlandiyada, yoxsa hədə, yəni hal-hazırda Finlandiyada, belə deyək. Aha, Finlandiyada deməli, everything is all right. Deyir, Finlandiyada indi hər şey qaydasındadır. 15 years after one of the worst recessions in a European country has seen thrived by the collapse of the Soviet Union, the Finns, yəni Finlər, feel very content. Deyir ki, Avropa ölkələrinin yaşadığı ən ağır iqtisadi tənəzzül, recessions, tənəzzüllərdən deməli birində 15 birindən, yəni tənəzzüllərin hansısa birindən 15 il sonra hansı ki Sovet İttifaqının dağılması nəticəsində yaranmışdı. Yəni söhbət Finlandiyanın yaranmasına gedir. Finlər özlərini Finlandiyalılar çox məmnun hiss edirdilər. Okay. Their small country of a population of 5 million is the first in the World Economic Forum's list of the world's most competitive countries and the second in its business competitiveness index. Deməli, əhalisi cəmi 5 milyon olan bu kiçik ölkə Dünya İqtisadi Forumunun dünyanın ən rəqabətli ölkələri siyahısında birinci, biznes rəqabətliliyi indeksində isə ikinci yerdədir, deyir bizə. Əslində, buralarda bir ayrıntılıq qoysaydım da. It is also the first in the, bu hansı təşkilatda əslində bilmirəm, OECD's World Ranking of Educational Performance and has the second highest share of research and development spending in the European Union. Deməli, bundan əlavə Finlandiya, bu təşkilatın dediyim kimi adını bilmirəm, OECD-nin təhsil göstəricilərinə görə dünya reytinqində birinci yerdədir. Fikir versinizsə, həmişə fin təhsil deyirlər və Avropa Birliyində elmi tədqiqat və inkişaf sahəsinə ayrılan vəsaitin həcminə görə isə ikinci yerdədir. Olsun görək. Deməli, moreover, əslində uca yerini itirirəm, işarələmək lazımdır, buradayıq. Deməli, moreover, the country is reversing its demographic decline and hence its fertility rate is one of the highest in Europe. Bundan əlavə, deməli, üstəlik də deyə bilərsiniz də nəysə, ölkə əhali azalması problemi, ölkənin əhali azalmasının problemi. Deməli, problemi tədricən aradan qaldırılır. Görək, qaldırılsın, görək. Sonra perhaps best of all the Finns are facing globalization without paranoia. Bəlkə də, yəni ola bilsin ki, deməli, bəlkə də ən vacib məqam budur ki, facing globalization without, ən vacib məqam budur ki, Finlər qloballaşmadan qorxmurlar. Qloballaşmadan deyək də, qorxmurlar. Sonra deməli, European countries to have succeed in business in which international prices are falling because of global competition and technological change.
Technological change. Beynim çox pis yoruldu. Yəni bu 25 testdən sonra beyin həqiqətən dayanır. Finlandiya Avropada elə az saylı ölkələrdəndir ki, beynəlxalq rəqabətin və texnoloji inkişafın qiymətləri aşağı saldığı sahələrdə belə uğur qazana bilib. Sağ ol sən Finlandiya. In most of Europe, public opinion and even business elites seem globally resigned to being overwhelmed by India and China. Deməli, Avropanın bir çox ölkəsində insanlar və hətta iş adamları belə hesab edirlər ki, Hindistan və Çin onları iqtisadi baxımdan geridə qoyacaq. Yəni Hindistan və Çin onları ötüb keçəcək. Finland suggests that his fate is not inventable. Finlandiya isə göstərir ki, bu taleyin qaçılmaz olması doğru deyil. Yəni bu taleyin qaçılmaz olması doğru deyil. İndi baxaq variantlara görə ehtiyac olarsa bir də oxuyarıq. Görək bizdən nə istəyir? Orada biraz ağır sözlər də var idi, indi bilmirəm. Məsələn, fertility rate, doğum səviyyəsi, inventable, qaçınılmaz, yadımda qalmadı. Ardı. It is clear from passage that Finland's previously weak economy deyir ki, deməli bu passage-dən, mətndən aydındır ki, Finlandiyanın əvvəlki zəif iqtisadiyyatı A variantı deyir ki, bəlkə də bu cavabdır, was caused by the collapse of the Soviet Union. Yəni Finlandiyanın əvvəllər zəif olan iqtisadiyyatı Sovet İttifaqının dağılması nəticəsində yaranmışdı. Yəni indi zəif deyil, çox güclüdür, əhalisi az olsa belə. Yəni deyir Finlandiyanın əvvəlki zəif iqtisadiyyatına daha doğrusu Sovet Birliyinin dağılması səbəb olmuşdur. Məncə bu mətnə birbaşa cavabdır. Heç oxumağa da ehtiyac yoxdur. Sonra B-də deyir ki, had no effect of the countries standing in the World Economic Forum. Sonra uzaq, yaxın, heç bir əlaqəsi yoxdur. İqtisadi böhran Finlandiyanın Dünya İqtisadi Forumundakı mövqeyinə heç bir təsir göstərməmişdi. Orada iqtisadi bir böhran olduğu heç deyilmirdi. Caused the country to spend more on research and development. İqtisadi böhran Finlandiyanın elmi tədqiqat və inkişaf sahəsinə daha çox vəsait ayırmasına səbəb olmuşdu. Bu da deyil. D variantında deyir ki, deməli improved dramatically 15 years ago. 15 il əvvəldə ümumiyyətlə heç nədən danışmırdı axı. İnkişaf etdi. Yox, D-də deyil. E variantına baxaq. Become stronger after it's begun to reverse its demographic decline. Əhali azalması problemini həll etdikdən sonra Finlandiya iqtisadiyyatı gücləndi, daha güclü oldu. Yox, elə bu həqiqətən də adı cavab və düşünürəm ki, oxumağa da ehtiyac yoxdur. Deməli, tech version testinə biz gəlib çıxdıq. 37-ci testimiz. 37-ci testdə deyir ki, I think they have already submitted the project. Tech version və yaxud da so-do either tipli cümlələrdə əslində və yaxud da olsun reduction və yaxud da olsun inversiya biz normalda budaq cümlədə aparırıq. İnversiya tam da bu qaydaya aid deyil, amma bu saydıqlarımda demək olar ki, həmişə məsələn reduction həmişə 100% budaqda gedir. Sonra so-do either tiplilər həmişə budaq cümlədə gedir. Tech versionları da bir neçə hal çıxmaqla həmişə budaq baş cümlədə gedir. Yəni budaq cümlədə gedir. Baş cümlədə gedir. Amma yəni baxın, reduction həmişə budaqda gedir. Bir də deyim, yorğunluqdan çaşa bilərəm. Budaq cümlədə gedir, baş cümlədə getmir. So, do, either tipli cümlələr ona əksdir əslində, əks. Mən tərs dedim. Yəni həmişə baş cümlədə gedir. Amma burada bir tech versionlarda hal var ki, siz baş yox, budaq cümləyə baxırsınız. Yəni normalda buradır. Amma siz bəzən burada budaq cümləyə də baxmalı olursunuz. İndi o hallar hansılardır? Orada bir-iki dənə feil var. Onları əzbərləmək lazımdır. Deməli,
Baxın, əgər baş cümlə I, mübtədası I, feili think, to be, fear, fear, afraid of, hope, 3-4 dənə də əlavə olmalıdır. Bu feillərlə ifadə olunarsa, o zaman siz budaq cümləyə baxasınız. Yəni artıq bu cümlə işə yaramır. Bura baxmalısınız. Have, present perfect və təsdiqdirsə siz present perfect-in inkarına qaytarasınız. Yəni birincisi düzdür. İkincisində the teacher yenə who istiyə baxmırsınız. Yenə baxmırsınız deyəndə tək qoyuşun ümumiyyətlə baş cümlədə gedir. Yadda saxlayın. Bir müddədə I, feillər də saydıqlarım olmaq şərti ilə budağa baxırsınız. Burada söhbət budur, xəbər budur. Buna baxasınız. Yəni who olan hissəyə yox. The teacher is retiring, isn't she? İki də düzdür. 1, 2. Sonra üçüncüsündə that the students were absent from class. Baxın, bu bizə verilən hissə budaq cümlədir. Sizin əsl xəbəriniz budur. Yəni tələbənin dərsdə iştirak etməməsi hər kəsi təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Subject clause-dur. Siz clause-a yox, bura baxırsınız. Past simple-dur və təsdiqdir. Siz bunu yazasınız. It. Özdə niyə it yazdınız? Burada bir dənə tələbə görərsiniz. Siz buna baxmırsınız. Opşu bura baxırsınız. Nə təəccübləndirdi? Tələbənin dərsdə iştirak etməməsi. Deməli, tələbələrin iştirak etməməsi. Söhbət burada iştirak etməmişdən gedir. Yəni bir infinitiv deyək, ya gerund deyək, ing. Ona da itlə qaytarmalısınız. 1, 2, 3 düzdür. Yəqin ki, cavab A variantıdır. He explained that. Siz bura baxasınız. Digər hissəyə baxmayasınız. Yəni yeganə hal tamamlıq budaq cümlələrində birinci cümlədə, birinci dediyim qaydada budağa baxırsınız. Əks halda qətiyyən yox. Burada nə qədər uzun cümlə olursa olsun, sizin eləyəcəyiniz so, do, either tiplərdə, tək qoşullarda baş cümlədə olmalıdır. Yəni explain hissəsində olacaq. Explained olmalıdır, didn't he. Bu səhvdir. Budaq cümlə ilə getməz. Sonra hətta burada bir dənə budaq var. Bu aynında olmaz. We were expecting, yenə də məsələ burdadır. Digər tərəf. Yox, bu o cümlədə deyil. Bu baş budaq cümlə deyil. Baxın, but it turned. Diqqətli olaq. Mən diqqətim yayıldı. Baxın, fanboyslarda, yəni tabisiz mürəkkəb cümlələrdə, compound sentenslərdə siz fanboys nə deyirsə ona baxırsınız. It turned deməli olmalıydı. Didn't it bu hissənin qurmalıdır. 1, 2, 3 A variantı. 38-ci testdə mood istəyir bizdən. Moodda da deməli now the conditional mood istəyirsə, deməli real olan hissələri çıxa bilərsiniz ki, cavab olmayacaq. Deməli, deyir ki, Elza will play yazsaz, hər iki tərəfə will olan siz heç şərt budaq cümləsi görmüsünüz, belə, yəni əyri oturub düz danışsaq, yox. O səbəbdən, məsələn, A variantı cavab qəti şəkildə deyil. Yəni, deyir, əgər aktrisa xəstə olsa, Elza rolunu kim oynayacaq? Şərt qoyur da bunu. Bu deyil cavab. Hər iki tərəf past perfect olan da mod görməmisiz, hər iki tərəfi belə də olan mod görməmisiz. Heç belə bunlar necə deyim, would, could, might, have verb-üsü olur, amma should-la qətiyyən olmur bu strukturda. Elə cavab D variantıdır. Əgər xəstə olmuş olsaydı, kim rolunu oynamış olacaqdı? Yəni D variantı düzgün cavabdır. Gəldik 39-cu testimizə. Nəhayət 2 dənəsi qalır. Cümlə tamamlama testidir. Deməli, what did you think of the film? Film haqqında nə düşünürsən? Bu cümlə görürsünüz, absurd cümlədir. Biz relative clause-lardan onun dərsində də var. Essential-la essential öyrənirik. Essential-larda o relative clause orada məcburdur ki, dursun. Əks halda cümlə yarımçıq qalır. Bax, məsələn, bu cümlə. Hansı film, ortaya hansı sual çıxır. Amma non-essential-larda ehtiyac deyil, vergüllə olanlarda. Çünki məna aydın olur deyə orada vergüllü olur və vergüllü istəndə deməsən də olur. Amma burada mütləq biz o relative clause-u yazmalıyıq ora. Məsələn, did you saw it last week? Keçən həftə görmüş olduğun o filmi. Elə bu A variantı düzgün cavabdır. Amma yox, burada səhvlik var. Bir dənə diqqət edin, bəlkə burası biraz çətin gələ bilərsə. Amma deyir ki, film var da, burada elə deyir. Siz bura that which yazırsınızsa və özündən sonra bütöv cümlə yazırsınızsa, bu deməkdir ki, sizin orada işlətdiyiniz relative
pronoun əslində ikinci cümlənin tamamlıq funksiyasındadır. Yəni görmək nəyi artıq bu var da burada elə deyil. That. O zaman siz bura bir dənə it yaza bilməzsiniz. Ona görə səhvdir. Ya burada bu düşməlidir, ya da ki it orada olmalı deyil. Yəni that you saw last week olardı. Ya da ki e variantı. Baxın, you saw last week. Yəni itə ehtiyac yox, burada da iti yazmayıblar. Yazmalıydılar. Bilmirəm bu fikrim sizə aydın olar ya yox. Baxın, bütöv cümləyə siz which, that və yaxud da whom yazırsınızsa, bu demək ki, digər cümlədəki xəbərin tamamlıq funksiyasındadır və artıq ora bir tamamlıq yazmaq olmaz. Burada ya that olmazdı, cümlə belə düz olardı, ya da ki it olmazdı, cümlə düz olardı. Yəni A variantı deyil cavab. If you şərt bulaq cümləsi deyil bu, qətiyyən yaza bilmərsiniz. Sonra C variantında deyir ki, last week you saw it. Burada da bunu atıblar önə. Amma niyə atıblar da bu önə? Bu da getsin. Yəni last week niyə öndə gəlsin ki? Bu sual quruluşudur. Belə olmaz. You saw last week. Elə bu düzgün gəlir. Burada düşünün ki, bir relative clause, relative pronoun var və düşmə. Yəni düşünün ki, orada that var, which var. The film which you saw, gördüyün və yaxud da düşübdür də, problem deyil. Elə cavab da E variantıdır. E variantı düzgün cavabdır. 40-cı testimizə gəldik. Nəhayət yekunlaşırıq. Biraz da səbir. Deməli, paraphrase istəyir bizdən, yəni restatement istəyir. Yaxın cümləni də soruşa bilərdi. Despite having deməli, sizə bayaq dedikdə burada qrammatika biraz öz sözünü deyəcək. Çünki burada sizə despite deyirsə, sizdən bir ziddiyyət tələb eləyir də. Yəni bu cümlə bir-birinə zidd olmalıdır. Still can't predict. Baxın, cümlədə bir-birinə çox möhkəm bir ziddiyyət var. Deyir ki, yəni biz planetimiz haqqında, yer kürəsinin deyək də, daxili quruluşu haqqında kifayət qədər geniş informasiyaya malik olmağımıza baxmayaraq və yaxud da informasiyalı olsaq da, biz hələ də zəlzələlər haqqında əvvəlcədən proqnoz verə bilmirik. Burada bir ziddiyyət var. Sadəcə olaraq burada bir phrase ilə ifadə olunub, despite. Bunu bütövləşdirib cümlə şəklində deyə bilərik, düşünürəm. O səbəbdən ziddiyyət lazımdır bizə. Gəldik, A variantında deyir ki, biz nə qədər bilirsəksə bilək, oxuyaq da belə olmur. We know about the inside of our planet, we will never, oşa deyil, gələcəkdən naşə bu. Never be able to predict earthquake. Deyir ki, burada planetimizin daxili nə qədər yaxşı bilsək də, biz heç vaxt zəlzələləri proqnozlaşdıra bilməyəcəyik. Buradakı heç vaxt sözü orijinal cümləni də qətiyyən yoxdur. Deyir, hələ də verə bilmirik. Baxın, hələ də verə bilmirik. Bəlkə də yeni bir alimlər çıxar, dəqiq informasiya verir. Amma burada deyir, heç vaxt verə bilməyəcəyik gələcəkdə. Ümumiyyətlə, A variantı deyil. In order to be, burada bir məqsəd var, bu da cavab deyil. In order to be able to predict any earthquake, we need to have substantial information on what makes up the interior of the earth. Cavab deyil, amma tərcümə edək. Zəlzələni proqnozlaşdırmaq üçün baxın, yorğunluqdan dilim söz tutmur. Yer kürəsinin daxili haqqında kifayət qədər məlumatımız olmalıdır. Bu ümumiyyətlə o deyil. Burada bir dedim də məqsəd var. Yəni proqnozlaşdırmaq üçün məlumatımız olmalıdır ki, proqnoz verək. Yox, deyir, amma halbuki bizə dedim məlumatımız olsa da verə bilmirik. C variantına baxaq. Deməli, we need to know much more about, bu da deyil cavabı, what is inside our planet in order to be able to predict an earthquake. Yenə də burada bir məqsəddən söhbət gedir. Deyir, zəlzələni proqnozlaşdırmaq bilməyimiz üçün yer kürəsinin daxili haqqında daha çox məlumat əldə etməliyik. Halbuki məlumat falan hər şey özümüzdə var, prosta məlumat verə bilmirik. D variantı da qoy görək cavab oxşamır. Knowing only the fundamentals of the interior of Earth. Burada da deyir ki, ardında oxuyaq, which is what we do know is not enough to be able to predict earthquake. Cavab deyil, amma tərcümə edək. Hazırda yer kürəsinin daxili haqqında yalnız əsas məlumatlara malikik,
və bu da zəlzələni proqnozlaşdırmaq üçün kifayət etmir. Bu da deyil. Aha, iyi variantlar. We know so much about what is inside Earth, yet still sözünə ola bilər. We need even more than that to be able to tell when an earthquake will happen. Bu düzgün cavabdır. Deyir, yer kürəsinin daxili haqqında çox məlumatımız var, amma buna baxmayaraq zəlzələnin nə vaxt baş verəcəyini hələ də deyə bilmirik. Bəli, bu düzgün cavabdır. Yəni E variantında heç bir problem yoxdur. Əslində bu çətin deyil, amma ki bir şərtlə buradakı cümlənin növünə qəti şəkildə fikir vermək lazımdır ki, bu cümlə əslində səbəbdirmi, ziddiyyətdirmi, nədirmi? Ola bilər ha, verilən cümlədə bir frezlə ifadə olunsun. Bu frezdir. Siz qaytarıb ona, məsələn, görürsüz, orada yet despite deyib cümlə deyil. Amma burada gətirib sizə yetlə bir cümlə verib, hansı ki bu cümlə olubdur, tabesiz mürəkkəb cümlə olub. Və beləcə burada yekunlaşdı. Elə bilirəm ki, vaxt da çox getdi. 2 saata yaxın vaxt getdi. Xoş izləmələr. Sağ olun.